Bugün gelsin severler, şehirler yabanlı toplaştılar, onu andılar, hatırladılar. Hakkında güzel sözler dediler. Şehirler yabanı Sumqayıt xalqı için en müqəddəs bir yerdir. Bizim qibləgahımızdır. Çünkü o torpaqda bizim bu üç renkli bayrağa bükülüp gelmiş igidlərimiz dəfn olunub. O igidlər ki, Azərbaycan xalqının qəhrəmanlığına möhür vurdular. Ne kadar ağır olsa da bu itkilər, bir tərəfdən bir balaca təskinliyimiz var. Əgər yada salsam 1941-45-ci ilin müharibəsini bizim evə 2 dənə balaca 3 bucaq məktub gəlir və o məktubda bircə cümlə yazılıb. Sizin övladınız filankəs oğlu vətən uğrunda qəhrəmancasına həlak olub. Amma nə əmim, nə Revxanı Nəcəfoğlu'nun, nə də atamın əmisi Süleyman Baloğlan Hacı Süleyman oğlunun məzarını belə bilmirik. Harada yerləşdi. Biraz şükranlıqdır bizim üçün ki, şəhidlərimizi öz əlimizlə dəfn eləmişik. Onların yad edirik, ürəyimiz istəyəndə gedib bir baş çəkilir. O şəhidlər xiyabanında mənim, özür istəyirəm, mənim şalvarımı istadan 3, yəni körpəliyində qucağımda böyümüş 3 şəhidim uyuyor. Bütün şəhidlər mənim üçün əzizdir. Amma orada bir siyahı var, içkin düşmüş şəhidlərin siyasıdır. O siyahıda bir Əliyev Fəqan Fərəcoğlu var. Mənim əmim qızının oğludur. Əmim qızının atası 41-45'te içkin düşmüşdü. Oğlu isə Qarabağ müharibəsində içkin düşüb. Təsəvvür edin. Bir ana üçün, əflaki üçün ata içkisinin yarası sağalmamış, oğul içkisi üstdən gəldi. Bu həyatdır, həyat da devam edir. Hərdən ata, ana, qohum, qardaş şəhidlər xiyabana gedir ziyarət eləməyə oğlum. Baxırlar ki, qəbri, məzarı kimsə sulayıb, təmizləyib, üstünə gül qoyub. Fikirləşirlər ki, bu kim ola bilər? Yaxın qohumlardan zəng edib soruşlar. Sən gedmişdin Oktay'ın qəbrinin üstünə. Oktay mənim bacanağım oldu, bacım oldu. Orada Bayramov Oktay namaz oldu. Deməli, institutun 3-cü kursa gündüzdə oxuyurdu, məcbur yazıldı getdi. Məcbur, 3 qardaşın bir bacısı. 9-cu mikromda yaşayır. Zəng edirlər, hamı deyir ki, biz getməmişik. Və məlum olur ki, o məzarı ziyarət edən həmin oğlanın əhd peyman bağladığı bir xanım olub, qız olub. Bu dünənləri konkret bir hadisə eşitdim, mən dondum, heç danışa da bilməm söyləməsini. Burada qonşuda bax bu sarayda Hüseyinlə Atlas'ın hadisəsi. Qız toyu olur, oğlan gelir vətənin müdafiəsinə də şəhid olub gəlir. Atlas gələcək həyat yoldaşı olacaq həmin şəhidin qismət olmalı. Anasına deyir ki, mən səni ana qəbul edirəm, ay qaynana. İcazə ver köçsün, gəlin səninlə yaşayım. Və köçsür, ailə qurmadan köçsür, qaynasının yanında yaşayır. Bu nə boyda bir tərəfdən ürəyə yatandır, bir tərəfdən nə qədər ədalətsiz həyatın, ədalətsiz bir qanunudur. İcazə verin, o güzel xanımlara həsr etdiyim, məzarları ziyarət edən xanımlara yazdığım bir şeiri sizə çatdırım.